Xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Məştaqa Taksimatorun adlı olan ərazi, hətta belə deyək, bilgi ərazisinə düşür. Dənizə yaxın ərazidədir. 24 sot torpaq sahəsinin üzərində möhtəşəm gözəl bir bağ evimiz çıxıb. İnşallah həyətini təqdim edəcək sizə, evin içərisini təqdim edəcək. Sənəd çıxarışdır, 24 sotdur və əşyalar hamısı qalır, yəni evdən əşya götürülmür. Qiymət 520 min manat reallıq olası ev sahiblərinin endirim olunacaq və qapısına qədər asfaltdır. İnşallah evin görünüş hissəsini sizlərə təqdim eləyək, sağ hissəsini sizlərə təqdim eləyək və evin qabağında oturmaq üçün əlavə foyesi var və evin sol tərəfinə keçid eləyək. İnşallah sol tərəfinə sizləri tanış eləyək və onu da nəzərinizə çatdıraq ki, qapıların ikisi də jalüzdür, yəni pultla idarə olunur və həyətdə işıqlandırma və kamer sistemi 24 saatdır. Və gördüyünüz abi şəlalədir və şəlalənin hətta qabağında işıqlandırma və içərisində sanuzel nəzərdə tutulub. Və evin yan tərəfində keçid var, aşağı kladovkasıdır və evin bu hissəsində sizlərə təqdim edək, fikir verin. Və o nəzərinizi çatdıraq ki, ev tam istifoldan ibarətdir və qardaş qeyd edir ki, bahalı əşyalarla inşallah onu təqdim edəcək. Evin bu hissəsini sizlərə təqdim edək, göstərək. Və fikir verin, ağaclar var, hətta balaca qabağında bağı da var, gözəl bir bağı var. Və bisetkası var, bisetkası var. Bisetkadan əlavə böyük bir manqalinası var. Manqalini da belə deyək, bütün orada olan əşyalar da qalacaq. İnşallah bisetka hissəsini sizlərə təqdim edək. Gözəl bir bisetkası var burada. Allah hər kəsə nəsib eləsin inşallah. Və sol tərəfini göstərək sizlərə. Gözəl bir sol tərəfi var. Bütün meyvə ağaclarına qədər var. Hətta fikir verin. Səliqə ilə işlənir. Sol tərəflərdə. Və onu da nəzərinizə çatdıraq ki, 12 sot buradadır. 12 sot da evin arxa tərəfinə düşür inşallah. Və keçək, qeyd etdiyimiz kimi manqalinisini sizlərə göstərək. Buradan da bir zəhmət olmasa göstərərdik. Fikir verin, o divarlarda şurasına o yuva qoyulmağı zaman hamısı səliqəli bir şəkildə. Heyva ağacı var, gilas ağacı var, ərik ağacı var. Çox səliqəli. İnşallah buranı da göstərək sizlərə. Bu hissəsini göstərək. Burada böyüdür. Burada gördüyümüz əşyalar da qalır. Fikir verin. Və inşallah keçid eləyirik. Evin içərisini inşallah keçid edirik və evin içərisini sizlərlə tanış eləyək.